Salam aziz dostlar, mən Azər müəllim. Bugün yenə də 5 apreldə 9-cu siniflərin buraxılış imtahanına düşən iki önəmli sualın izahatını verəcəm. 18-ci və 19-cu sualların izahatı. 18-ci sual belədir. Choose the words with close meanings. Yəni, bir-birinə yaxın olan sözləri seçməmizi istəyir. Burada doğru variantımız A variantıdır. Tired, yorğun deməkdir. Exhausted, daha çox yorğun deməkdir. Yəni, bunların mənaları bir-birinə yaxındır. Birbaşa A variantı digər maddələrə baxmadan doğru variantımız olur. 19-cu suala gəlirik. Choose the correct option. Doğru variantı seçin. You will enter the university if you hard. Yenə də cümləni tərcümə etmədən bir neçə qaydanı bilməliyik və biz burada öz açar sözümüzü seçməliyik. Birincisi, ifli cümlələrdə əgər bir tərəfdə will varsa, will. Demək ki, ifin bağladığı cümlə, ifin aid olduğu cümlə indiki sadə zamanda olacaq. Ona görə də B variantı yanlışdır. C variantı yanlışdır. D variantı yanlışdır. G variantı yanlışdır. Bizim doğru variantımız A'dır. You will enter the university if you study hard. Əgər sən çox çalışsan, universitetə qəbul olacaqsan. Tərcüməsi belədir.